Avtomobil ağaca çırpıldı, sürücü öldü. Toy karvanında qəza can aldı. Qubada ağır yol nəqliyyat hadisəsi baş verib. Xaçmaz-Quba yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində toy karvanında hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarə etmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Xaçmaz rayon sakini 23 yaşlı Şahbala Mehdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Minik maşınında olan sərnişin Ceyhun Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. 10-11-2025-ci il tarixində saat 13:10 radələrində Quba-Xaçmaz avtomobil yolunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə bir nəfər kişi cinsli Quba rayon Mərkəzi xəstəxanasının təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kiçik ölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi təcil tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, hadisə zamanı bir nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.